Cəza metodunu deyirsiniz. Mən deməli özümün cəza sandığım bir metodlar var. O gün baxıram ki, qızım həddini aşan bir nəyisə eləyibdi. Deyirəm, bax ha, o vaxtı mən uşaq vaxtı tətbiq olunan cəzanı indi mən qızıma dedim. Siz deyirsiniz, indi mən fərqinə varıram. Məsələn, mən sözünüzü kəsirəm. Mən valideyni onda tanıyıram ki, qırmızı nöqtən nədir? Sənin qəbul eləmədiyin davranış olanda, o hansı davranışdır birinci bu? İkinci olanda sən nə edirsən? Məsələn, valideyn var ki, çoxsu deyir ki, yekəbaş kimi danışanda mənim üçün narahat oluram ondan. Deyirəm, nə edirsən? Vururam. Baxırıq, danışırıq. Ümumiyyətlə, valideynlərinizlə münasibətiniz necədir? Mən həmişə deyir, atam çox vaxtı dava eləyən, dalaşan adam idi. Mən həmişə haqq, ədalət tərəfdarı olan bir uşaq olmuşam. Hər şeyin düzünü deyim, hər şeyi düzə çəkim, anamı tərəf durum, bacıma tərəf durum. Nə edirdi atanız onda? Vururdu məni. İndi yekəbaşlıq dediyi əslində bunun özünün o haqq, ədalət tərəfinə tutuşturduğu bir cümlələrdir də. Sadəcə özünün övladı ondan qorxmur, biraz yekəbaş danışır. Amma eyni cümlələri uşaq öz atasına, yəni qadın öz atasına da eləyirdi. Ata onu vururdu, o da o qırmızı nöqtədə uşağı vurur. Çox maraqlı mövzulardır. Bilirsiniz nə üçün maraqlıdır? Bu dəqiqə mən fərqindəlik yaşayıram.